Mübarək Ramazan ayı bitsə də, Ramazan ayından sonra bir neçə məsələyə diqqət etməyimiz lazımdır. Bu çox mühümdür. Oruç tutanlar, Ramazan ayında zəhmət çəkib, Allaha xatir, ac, susuz qalıb oruç tutanlar, ibadət eləyənlər, iftar süfrəsi verənlər, namaz qılanlar, savablar eləyənlər, Quran oxuyanlar indi deyəcəyimə diqqətli olsunlar. Çünki hər Ramazan ayı bitəndən sonra şeytan zəncirlənmişdi axı. İndi şeytan daha zəncirdən açılıb. Zəncirdən açılıbsa deməli özümüzü qorumalıyıq. Bir həyətə girirsən, üzr istəyirəm. Deyirlər orada it var. Qorxarsan, ehtiyat eləyərsən. Amma desələr iti bağlayıblar, zəncirləyiblər, biraz rahat olarsan. Amma desələr yox, ehtiyatlı ol, it açıqdır. İt zəncirdə deyil. Gərək neynəsən? Ehtiyatlı olasın. Ramazan ayında Peyğəmbərimiz Allahın salamı olsun ona və əhl-i beytinə buyururdu ki, bu ayda şeytan zəncirlənib. Amma ay bitən kimi şeytan yenə də açılıb, zəncirləri qırıb. İndi biz gərək ehtiyatlı olaq ki, şeytan bizi aldatmasın. Bəziləri Ramazan ayı çıxan kimi, üzr istəyirəm ifadəmə görə, məcburam bu sözü deyəm, özüm buraxır. Necə lazımdır buraxır. O Ramazan ayında proqramlar ki var idi, gözəl proqramlar var idi, mənəvi qayda-qanun ki vardı, onunla gedirdi, sanki Ramazanın çıxmağını gözləyirdi. Ramazan çıxan kimi daha onları buraxır. Yenə də başlayır, sübh namazı gedir qəzaya. Yenə də başlayır Quran-ı Kərimini oxumamağa. Quran oxuyurdun, davam elə də. Yenə də başlayır hətta yemək, içməkdə necə gəldi, yeyib içməyə. Bu belə olmamalıdır. Mömin belə olmamalıdır. Müsəlman belə olmamalıdır. Allah rəhmət eləsin. Bəlkə də sağdır, bilmirəm. Mənə belə bir şey rast gəldi qardaşlardan. Dedi ki, Ayətullah Xoşvəqt adında bir alim ki var. Onun kitabları da var, amma bilmirəm, sağ deyə yox. Hər halda Ayətullah Xoşvəqt belə bir gözəl, hikmətli söz deyir. Şeytanlar boş dayanmır. Və gözləyirlər ki, Ramazan ayı bitən kimi insanların ay boyunca yığdıqlarını zay eləsinlər. Yığıb da bu varlıdır. Maşallah, əli doludur. Şeytan çalışır ki, Ramazan ayı bitən kimi bizim yığdıqlarımızı əlimizdən alsın. İşi nədir? Quranda and içib. Düşməndir bizə. Babamız Adəm əleyhissalamdan ta axırıncı yer üzərinə gələn insana qədər bu adam düşməndir. Oğurlasınlar. Əlində olanları əlindən çıxartsınlar. İstəyir Ramazan ayından onu bir günaha salsın. Bir günaha düçar eləsin. Ramazan ayında yığdığı savabları əlindən çıxartsın. İstəyir də oruç tutmasın. Ramazan ayında hörmət saxlamasın. Quran oxumasın. İndi zəhmət çəkdi, gördü bu oruç tutdu. Bir ay Allahın sözünə qulaq asdı. Quran oxudu. İnsanların haqqına girmədi. Bir ay öz dilini qorudu. Bir ay özünü günahdan qorudu ki, kiminsə xətrinə dəyməyim. Kiminsə qəlbini incitməyim. Ramazan ayı çıxandan sonra şeytan istəyir o yığdıqlarını oğrasın ondan. Puç eləsin, məhv eləsin. Bəzilərinin yığdıqları bir həftə çəkir. Ramazandan sonra bir həftə görsən ki, bu adam bir həftədən sonra hər şey verir əlinə. Bəzilərində 2 həftə çəkir. Bəzilərində 1 ay çəkir. Ondan sonra yenə də başlayır həmin günahlara. Amma əsl mömin, İnşallah siz onlardan olasınız, gələn Ramazan ayına qədər yığdıqları nə edir? Qoruyub saxlayır. Qardaş, Ramazan ayına nə yığmışdın? Ehtiyatlı ol. Şeytan onu alacaq səndən. O savabları almasa, and içib. Öləndə belə üzü qibləyə uzadırlar. Da can verir də öləcək. Orada da şeytan, əhl-i beyt imamlarımızdan var. Gəlir insanı vəsvəsə ilə ki, bu dünyadan köçəndə kəlmə-i şəhadət deməsin. Həqiqi müsəlman kimi bu dünyadan getməsin. Ona görə bizim əhl-i beyt imamlarımız, Allahın salamı olsun onlara, əziz Peyğəmbərimiz, Allahın salamı olsun ona və əhl-i beytinə bizə deyiblər, savabları yığdınız, yaxşı işlər gördünüz, ehtiyatlı olun ki, o yığdıqlarınızı batil etməyəsiniz. Bəli, Peyğəmbər cəmaata deyəndə ki, hər kəs bir la ilaha illallah deyərsə, bu zikri sidq niyyətlə, pak niyyətlə, Allaha bu cümləni deyərsə, la ilahe illallah Allah Teala behişdə onun üçün bir ağac əkər. Bir nəfər qalxıb Peyğəmbərə, Allahın salamı olsun, ona və əhl-i beytinə nə dedi? Dedi, Peyğəmbərə, mənim indi orada nə qədər bağım var, bir ağac yox, bağım var. Sonra Peyğəmbər ayə oxudu ki, bu şərtlə ki, sonradan o yığdığınız əməlləri batil etməyəsiniz. Allah Teala Quran-ı Kərimdə
Buyurur ki, ya eyyuhellezine amenu, ey iman gətirənlər, la tubtilu sadaqatikum bil mənni vəl əza. Bəqərə surəsi 264. Sədəqələrinizi, Allah yolunda verdiyiniz sədəqələri minnət qoymaqla, əziyyət etməklə batil etməyəsiniz. Ona görə Quranın məntiqi budur, İslamın məntiqi budur. Yaxşılıq elədin, pislik eləyəndən sonra pislik yaxşılığı vurub aradan çıxardır. Əksi də belədir. Allah eləməsən bir pislik eləsin, əvəzində yaxşılıq eləsin, o yaxşılıq pisliyi vurub aradan çıxardır. Gərək bunu qoruyasan, tərəzidə 50-50-yə ziyan eləyərsiniz. Nə cəhənnəm, nə cənnət. Ən sadəsini dedim. Tərəzidə gərək nə ola? Yaxşı əməllərin çox ola, pis əməllərin sıfır ola. 2. Ramazan ayı bitəndən sonra, qardaşlar, bu oruç tutmaq ibadətini davam elətdirin. Bizim İslam dinində ən mühüm, ən əhəmiyyətli ibadətlərdən biri namaz və oruçdur. Hər ayda bizə deyiblər, 3 gün savabdır oruç tutmaq. Kimin qəzası var, qəzasını tutsun. Qəzası olmayan ayın əvvəlindən 1 gün, ayın ortasından 2-ci gün, ayın axırından 3 gün tutsun. Bu oruc ibadəti ki var, təkcə Ramazan ayında deyil. Ramazan ayında oruc bizə vacibdir. Amma Ramazan ayı çıxandan sonra il boyu 2 günü çıxmaq şərti ilə fitri bayramı, bir də qurban bayramı. Bəzi günlərdə kərahiyyəti var, məkruhdur, bəyənilmir. İnsan hər ayda 3 gün oruç tutması çox təkid olunub. Peyğəmbərimizin sünnəsidir. Allahın salamı olsun ona və əhl-i beytinə. Əhl-i beyt imamlarımız, Peyğəmbər hər ayda 3 gün orucu buraxmazdı. Peyğəmbər özü buyurur, Allahın salamı olsun ona və əhl-i beytinə. Hər şeyin bir qapısı var, ibadətin qapısı da oruçdur. Ölənlər nə üçün həsrət aparır? Bunu tez-tez deyirdik sizə. Peyğəmbər buyurur, Allahın salamı olsun ona və əhl-i beytinə. Ma min yevmin, elə bir gün yoxdur ki, illa və mələkun yunadi, həmin gün mələk nida eləyir. Kimsin nida eləyir? Fil məqabir, qəbr əhlinə. Hər gün mələklər qəbr əhlinə bu sualı deyir, bu nidanı eləyir. Mən təqbitun, kimə həsrət aparırsınız, kimə qibdə eləyirsiniz? Ölənlər deyirlər, fəyəqulun, əhləl məsacid yusallun, və la nəqdir. Məscid əhlinə, onlar namaz qılırlar, biz namaz qıla bilmirik. Və yasumun və la nəqdir. Onlar oruç tuturlar, biz isə oruç tuta bilmirik. Ölənlər həsrət aparır. İndi biz nə qədər ki sağıq, ölənlərin yanına getməmişik. Onlar kimi oruç tutmağa, namaz qılmağa həsrət aparmamışıq. Gərək bu dünyada nə edək? Amma o adam ki, inşallah siz onlardan olasınız. Allah axırımızı xeyləsin. Öləndən sonra biz daha qibdə eləmərik. Niyə? Çünki əlhamdülillah biz daha orucumuzu tuturduq. Əlavə savablar da yerinə yetirirdik. Salmanın da hadisəsini eşitmişsiniz. Allahın salamı olsun Salmana ki, Allah Salmana salam göndərirdi. Peyğəmbər vasitəsilə, Cəbrail əleyhissalam vasitəsilə. Bəli, Salmandan üstün sahabə yoxumuzdur. İman 10 mərtəbədir, Salman neçədədir? 10-dadır. Bəli. İndi kimsə gəlib deyir, Fars düşməni, Türk. Salman Farsı, Peyğəmbər deyir, biz əhl-i beytdəndir. Fars nədir, Türk nədir? Salman, Peyğəmbər sual verdi. Sizdən hansınız hər gün oruçdur? Hər gün oruçdur. İl boyu oruç tutur. Salman dinmən. Orada bir nəfər qalxdır, tez bədgümanlıq elədi. Salmana etiraz elədi ki, mən görmüşəm sən elə gün olub ki, yeyəsən. Yeyirsən, sən hər gün oruç deyilsən axı. Salman gör nə dedi. Salman buyurdu, belə deyil, sənin fikirləşdiyin, güman etdiyin kimi deyil. Hər aydan 3 gün oruç tuturam. Allah Teala Qur'an-ı Kərimdə buyurub ki, hər kəs bir yaxşı iş eləsə, biz ona neçə verərik? 10 bərabər verərik. Ağlı adamdır, Qur'anı oxuyur, Qur'anı başa düşür. Qur'anı başa düşmək lazımdır. Ayə oxuyub baş kəsməklə bir iş bitmir. Sonra əlavə dedi ki, Şaban ayının orucunu Ramazan ayına birləşdirirəm. Hər kəs belə eləsə, ömrü boyu oruç tutmağın savabını əldə edir. Bunu da Peyğəmbərdən eşitmişəm. Allahın salamı olsun ona və əhl-i beytinə. Peyğəmbər üzün tutdu o kişiyə, Salmanın haqqını gör, Peyğəmbər necə müdafiə elədi. Dedi ki, sən harda Loğman həkim kimi görərsən bunu? Loğman həkimin görürsün neyəri? Bir nəsiyyət elə, bir hikmət dinən. Deyir, harda sən bunu kimi Loğman həkimə rast gələrsən, nəyi bilmirsən, soruş cavabı al. Hələ nəyin ki sən səhv elədin, hələ bu kişidən öyrənməli çox şey sənin üçün lazımdır. 3. Ramazan ayı bitdi, nəfsimizlə mübarizə davam eləməlidir. Möminlər, qardaşlarım, ağsaqqallar məni bağışlasın. İnsanın nəfsinin istəkləri insanı uçuruma aparır. Nəfsin də ən çox istəyi bağlıdır, üzr istəyirəm, şəhvət və yeməklə. O da hədisdə varımızdır. Cəhənnəmə gedənlərin çoxu
cəhənnəmə gedənlərin çoxu qarın və qarından aşağının günahlarının ucbatından gedəcəklər. Ramazan ayında biz yeməyə yox deyirdik. Ramazan ayında oruc olanda biz şəhvətimizə hətta halaldan belə olsa yox deyirdik. İftardan sonra icazəlidir. Bir ay Ramazan ayında insan ən çox nəyə bağlı olur? Yemək, içmək. Üzr istəyirəm. Yeyib içən oğlandır, ölsən qala bilmir. Ya da ki, üzr istəyirəm, qadın olmadan bu adam yaşaya bilmir. Nəfsinə qalib gələ bilmir. Amma Ramazan ayında insan öz nəfsinə qalib gəlir, halaldan da olsa yeməyinə yox deyir. Şəhvətinin qarşısını kəsir. Nəfsi tərbiyə eləyir. Nəfsə deyir, heç də sən deyən deyil, istədiyini verim sənə. İstədiyivə çatasan. Mən deyəndə, Allah deyəndə olacaq. Nəfsinin cilovun alır əlinə. Ramazan ayı bitəndən sonra, qardaşlar, gəlin nə olsun? Elə onu davam elətdirək. Çünki Peyğəmbər nə buyurub? Allahın salamı olsun ona və əhli beytinə. Oruc tutmağı sənə tövsiyə edirəm ki, oruc şəhvət damarlarını kəsir və lovğalığı aradan aparır. Şəhvətin damarları nə edir orucluq? Kəsir. Peyğəmbərin kəlamıdır. Allahın salamı olsun ona və əhli beytinə. 4. Sonuncu. Ramazan ayı yaxşı proqramlarımız var idi. Allahı yad eləmək, Quran oxumaq, qardaşlarla bir yerə toplaşmaq, bir-birini qonaq eləmək, iftar süfrəsi, məscidə gəlmək, Hüseyniyə gəlmək. Ramazan ayı bitəndən sonra Hüseyniyə ilə sağollaşmayın, Quranla sağollaşmayın, qardaşlarla bir yerdə süfrəyə əyləşməyi tərk eləməyin. Bu qardaşlıq, bu birlik davam eləməlidir. Peyğəmbər Allahın salamı olsun ona və əhli beytinə bizə nə xəbərdarlıq eləyir? Vaxt gələr mənim ümmətim elə bir günə qalar ki, Quranı nə ilə tanıyarlar ancaq? Ancaq və ancaq Quranı alimləri ancaq gözəl geyimi ilə tanıyarlar. Və bu alimin elmi olmalıdır, təqvası olmalıdır, yox, bu geyiminə baxarlar. Quranı ancaq gözəl səslə, yaxşı avazı var. Ərəb ölkələr görürsünüz Ramazan ayında. Avaz, hansı kanalı çevirirdin, avazın dalıyca yarışa girirdilər, yarış keçirdirdilər. Amma oxuduğu Qurandan biraz Fələstini tapmırdı. Fələstində qulağının dibində körpələr ac, susuz, bunlar iftar süfrəsində yəni dəvəni bişirib qoyurlar. 10 dənə əl bir yerdə uzanır ola. Deyirlər sonra biz iftar eləyirik də. Quranı ancaq avazla. Allahı da ancaq Ramazan ayında yada salırlar. Ramazan ayında müsəlman ölkələrində bir balaca dəyişiklik yaranır. Ramazan qutarandan sonra indi baxın müsəlman ölkələrinə, o biraz da getdi. Sizə Peyğəmbərdən bir gözəl hikmətli hədisi çatdırım, söhbətimi qutarım. Cənnət 4 nəfərə muştaqdır. Peyğəmbər Allahın salamı olsun ona və əhli beytinə buyurur. Hamısı behiştə getmək istəyir. Normal, ağıllı adamlar behişti seçərlər. Cəhənnəmə getmək istəməz ki. Amma behişt görəsən kimi istəyir? Behişt isə 4 nəfərə muştaqdır. Arzusundadır ki, bu gəlsin, behiştir, məndə sakin olsun. İnnəl cənnətə muştaqatun ilə ərbəə nəfər. 4 nəfərə cənnət muştaqdır. İlə mut'imil ci'an və hafizil lisan və talil Qur'an və saimi şəhri Ramazan. 1. Acları doydurana. 2. Dilini qoruyana. 3. Quran oxuyana. 4. Ramazan ayında oruç tutana. Ramazan ayı çıxdı əlimizdən. Bu üçü qalıb. Harada kasıb var? Yaxınlaş. Yaxınlaş. Tanımırsan kasıbı? Gəl bizə yaxınlaş. Biz sənə deyərik. Alimlərə yaxınlaş. Möminlərə yaxınlaş. Quran aramızdadır. Ramazan ayı qurtarıb. Amma Quran oxumaq. Niyə Quran oxumağı tərk eləyək? Və dilimizi qorumaq. Ramazan ayında dilimizi qorumurduq. Ramazandan sonra da. Cənnət belə bir adama muştaqdır. Bax, belə bir yerdə gərək biz düşünək ki, Ramazan ayı bitsə də əlimizdə olan bu xeyri bərəkətlər ki var, bunları gələn Ramazana qədər nə edək? Qoruyaq. Yenə də bir yerdə olaq, vəhdətdə olaq, kasıblara yardım eləyək, qardaşlıq eləyək, dilimizi qoruyaq, Quran oxuyaq, namaz vaxtı, cəmiyyət namazını bir yerdə qılaq, namazı vaxtında qılaq. Səhər durub o başdan eləmirdin, imsaka durmurdun, namazı da vaxtında qılırdın, sonra yatırdın. Çoxların proqramı belə idi. Nə olar? Elə Ramazandan sonra özünə söz ver, sübh namazını vaxtında qılasıyam. Nə üçün çoxlarının problemi sübh namazını qəzaya vermək olmalıdır? Sanki o qardaşlardan biri demişsən, sanki elə bilir bəzilərinin gündəliyində sübh namazı adlanan bir şey yoxdur. O həmişə qəzadır. Onu vaxtında qılmaq yoxdur. Niyə? Ona görə qardaşlar, Ramazan ayı çıxsa da çalışın bu proqramları neyin? Davam elətdirin. Allahın vürü Peyğəmbər və onun pak əhli beytinə, Allahın vürü Kərbəla şəhidlərinə, İlah pərvərdigara bizləri Ramazan ayı çıxsa da Ramazan ayında qazandıqlarımızı qoruyanlardan qərar verir.